34-cü sual. Bərabər yanlı düzbucaqlı üçbucağın hipotenuzu pi müstəvisində yerləşir. Bu üçbucağın düzbucağının təpə nöqtəsindən pi müstəvisinə qədər məsafə bu üçbucağın katetindən 2 dəfə kiçikdir. Bu üçbucaqla pi müstəvisinin əmələ gətirdiyi iki üzlü bucağın ölçüsünü tapın deyir. İndi isə mən videonu saxlayıb burada verilən məlumatları şəkildə qeyd edəcəm. Ondan sonra davam edərik həllinə. Bəli, şəklimiz budur. Bu bizim pi müstəvimizdir. Bu ABC olaraq qeyd etdim. ABC düzbucaqlı üçbucaqdır. Bu düzbucaqlı üçbucaq həm bərabər yanlıdır, yəni AC tərəfi ilə BC tərəfi bərabərdir. Bunlar katetlərdir və bərabərdir. AB isə bu üçbucağın hipotenuzudur və gördüyünüz kimi pi müstəvisinin üzərində yerləşir. Bu üçbucağın C təpə nöqtəsindən, yəni düzbucağının təpə nöqtəsindən müstəviyə qədər olan məsafə deyəndə bu parçadan gedir söhbət. Yəni CO parçasıdır. Bunun uzunluğu deyir üçbucağın katetinin uzunluğundan. Kateti dedik ki AC və BC-dir. Katetin uzunluğundan 2 dəfə kiçikdir. Yəni bunu qeyd edək burada. Deməli, əgər biz katetin uzunluğuna A desək, yəni BC-nin uzunluğu A olsa, deməli AC də A-ya bərabərdir. CO parçası o halda A-nın yarısı olacaq. Deməli, A bölünsün 2 olaraq qeyd edirik burada. Yaxşı. Bizdən nəyi soruşur? Bizdən bu deməli düzbucaqlı üçbucaqla müstəvinin əmələ gətirdiyi bu iki üzlü bucağı soruşur. İki üzlü bucağın ölçüsünü soruşur. Yəni alfa bucağını soruşur. Yaxşı, belə bir deməli yolla həll edəcəyik bunu. Əvvəlcə deməli CD parçası çəkdim. Yəni CD bizim median olur. Yəni bu üçbucağın bərabər yanlı üçbucaq olduğu üçün bu median həmçinin deməli hündürlüyü olacaq. Deməli bu alınan bucaq, baxın, bu alınan bucaq düz bucaq olacaq. Çünki hündürlük də həmçinin CD parçası və AB tərəfini 2 bərabər hissəyə bölmüş olur. Düzdürmü? AD və DB bir-birinə bərabər olacaq. İndi isə deməli bərabər yanlı düzbucaqlı üçbucaqda hipotenuz katetin kök altda 2 mislinə bərabər olduğu üçün burada onu qeyd edək birbaşa. Yəni bu məsafə AB məsafəsi deməli A, yəni katet A olduğu üçün vurulsun kök altda 2 olur. Bu birbaşa Pifaqor teoreminin nəticəsidir. Yəni bunu düsturla da çıxarda bilərik Pifaqor teoreminin düsturundan. O halda DB-nin uzunluğu, yəni DB bu AB-nin yarısı olduğu üçün DB A kök altda 2-ni 2-yə bölməmiz lazımdır. Yəni A kök altda 2 bölünsün 2 olaraq bura qeyd edirik. İndi isə biz belə bir düzbucaqlı üçbucaq əldə etmiş oluruq. Baxın bu üçbucağa CDB üçbucağı. Bu düzbucaqlı üçbucaqdır və bu düzbucağıdır. B bucağı 45 dərəcədir. Yəni o halda bu mənaya gəlir ki, C bucağı da 45 dərəcə olacaq. Yəni 90 45 45 olaraq düzbucaqlı üçbucaqdır və bu bərabər yanlı deməkdir. Yəni DB tərəfi ilə DC tərəfi bir-birinə bərabərdir. Yəni katetlər bir-birinə bərabərdir. DB-nin nəyə bərabər olduğunu yazmışıq. A kök altda 2 bölü 2-dir. Deməli CD də, yəni DC də A kök altda 2 bölü 2 olacaq. Burada yazaq onu. A kök altda 2 bölünsün 2-yə. İndi isə qayıdaq bu üçbucağa, yəni CDO üçbucağına. Bu üçbucaqda alfa bucağının, deməli fikir verin, qarşı tərəfi verilib, qarşı tərəfi və hipotenuz verilibdir. Deməli biz sinus funksiyasından istifadə edə bilərik. Yəni bu bucağın sinusu sinus alfa bərabərdir.
Qarşı tərəf bölünsün hipotenuz. Yəni qarşı tərəf A bölü 2-dir. Yazırıq A bölü 2 bölünsün hipotenuza. Hipotenuz da gördüyünüz kimi A kök altda 2 bölünsün 2-dir. Bərabərdir. Deməli, A bölü 2 bölməni vurma ilə əvəz edirik. Bunu tərs çeviririk. 2 bölünsün A kök altda 2-yə. İndi A-lar ixtisar getdi və 2-lər ixtisar getdi. Qaldı yuxarıda 1, aşağıda kök altda 2. Yuxarı və aşağı kök altıya 2-yə vursaq, kök altda 2 bölünsün 2 əldə edirik. Yəni sinus alfa kök altda 2 bölü 2-yə bərabərdir. Bu nə zaman olur? O zaman olur ki, alfa 45 dərəcə olsun. Yəni biz bilirik ki, alfa bucağı iti bucaqdır. Ona görə də ancaq 45 dərəcə ola bilər bu. Deməli, alfanın, yəni bu üçbucaqla müstəvi arasında əmələ gələn iki üzlü bucağın dərəcə ölçüsü 45 dərəcəyə bərabərdir. Doğru cavab B bəndidir. 35-ci sual. 40 tələbədən hər biri riyaziyyat, fizika və ya kimya dərnəklərindən heç olmasa birinə gedir. Məlumdur ki, riyaziyyat dərnəyinə gedən tələbələrin sayı tam olaraq 25-dir. Fizika dərnəyinə gedən tələbələrin sayı tam olaraq 20, kimyaya isə 15-dir. Və tam olaraq 5 tələbə hər 3 dərnəyə gedir. Sual belədir. Tam olaraq 2 dərnəyə bu tələbələrdən neçə nəfər gedir? Məlumatları ayrı-ayrı qeyd edək. Deməli, cəmi 40 tələbədir. Cəmi 40 tələbə. Bunlardan riyaziyyat, sadəcə bir hərflə qeyd edəcəm. Deməli, riyaziyyat, fizika və kimya idi. Riyaziyyata neçə demişdi? Tam olaraq 25 tələbə gedir. Fizikaya 20, kimyaya isə 15 tələbə. Hər üçünə çirkin yazılıb, bunu təzədən yazacağam. Hər üçünə cəmi deməli 5 tələbə gedir. İndi gəlin bu məlumatları Venn diaqramına qeyd edək. Gözəl. Bu birinci olsun riyaziyyat dərnəyi, sağ tərəfdəki fizika dərnəyi və aşağıdakı kimya dərnəyi olsun. Əvvəlcə tam ortada, yəni ki, hər üçünə gedən tələbələrin sayını qeyd edək. Bu ortada 5 nəfərdir. Deməli, bura 5 yazırıq. İndi fikir verin. Baxın, bu hissəyə, diaqramın bu hissəsinə ancaq riyaziyyat və kimya dərnəklərinə gedən şagirdlər sayı qeyd olunur. Bu hissəsinə ancaq riyaziyyat və fizikaya gedənlər qeyd olunur. Bura isə fizika və kimya, sadəcə və sadəcə fizika və kimya fənlərinə, dərnəklərinə gedən şagirdlər, tələbələr qeyd olunur. Ayrı-ayrılıqda, yəni bax bu hissə sadəcə, yəni sırf riyaziyyata gedən tələbələrdir. Yəni ancaq riyaziyyata gedirlər. Başqa heç bir deməli dərnəyə getmirlər onlar. Eynən onun kimi də bu hissə fizikaya gedən, sadəcə fizikaya gedənlərdir. Bu hissə də sadəcə kimya dərnəyinə gedənlərdir. Biz bunların ayrı-ayrılıq heç birini bilmirik. Yəni birlikdə bilirik ki, riyaziyyata gedən tələbələrin sayı 25-dir, fizikaya 20, kimyaya 15-dir. Amma ayrı-ayrılıqda tək riyaziyyata, tək fizikaya, tək kimyaya nə qədər getdiyini bilmirik. Eyni zamanda riyaziyyat və kimyaya gedənlər neçə nəfərdir, riyaziyyat, fizikaya neçə nəfər gedir, fizika və kimyaya neçə nəfər gedir, bilmirik. Bilmədiyimiz üçün bunu deməli hərflərlə qeyd etməyimiz lazımdır. İşarələyirik. Deməli, bu olsun A, bura olsun B, bura C. Yuxarı hissə, yəni sadəcə riyaziyyata gedən olsun X, fizika olsun Y, kimya isə Z olsun. Yaxşı, indi tənliklər quracağıq.
Deməli biz cəmi riyaziyyatda neçə nəfər gedir bilirik. 25 nəfərdir. Yəni biz indi X, B, A və 5-i toplasaq bizə 25 verməsi lazımdır. Bunu yazaq elə tənlik olaraq. Yəni X toplayaq A toplayaq B toplayaq 5 bərabərdir 25-ə. Buradan 5-i o tərəfə ötürsək, deməli X toplayaq A toplayaq B bərabərdir 20 olacaq. Birbaşa bunu eləcə də qeyd edək. Buradan silək. Deməli bərabərdir 20 yazaq. İndi fizikanı yazaq. Deməli fizikadan Y toplayaq B toplayaq deməli C Y, B, C və 5-dir. Üstəgəl 5 bərabərdir. Fizika 20 nəfərdir. İndi burada da yenə 5-i keçirsək sağ tərəfə olacaq 15 orada. Silək buradan. Sağ tərəfdə 15 yazaq. Bərabərdir 15. Kimya isə A üstəgəl C üstəgəl Z üstəgəl 5 bərabərdir. Kimyaya cəmi 15 nəfər gedir. Bərabərdir 15. Yenə 5 keçirik o tərəfə olacaqdır 10. Bərabərdir 10-a. İndi isə bu tənliyin, yəni 3 tənliyin sağ və sol tərəflərini toplayaq. Nə olacaq? Fikir verin. Deməli, X, Y yazaq. X üstəgəl Y, yəni mən hələ ki bunları yazıram. X, Y və Z yazıram hələ ki. X, Y üstəgəl Z. İndi A və B-ləri yazaq. Fikir verin. A nə qədər var? 1, 2. 2 dənə A var. 2 dənə B var. Mən burada minus yazmışam. Səhvdir. Bura üstəgəl olması lazım idi. Deməli 2 dənə də başqa rənglə göstərək bunu. 2 dənə də C var. Yəni nə olacaq? 2 vurulsun mötərizədə A toplayaq, B toplayaq, C olaraq bunu yaza bilərik biz. Bərabərdir. Sağ tərəfdə 20 toplayaq, 15 toplayaq 10, 35, 45 olacaq. Yaxşı. İndi bu tənlik bizə lazım olacaq. Bu dursun burada. Keçək növbəti tənliyə. İkinci tənlik isə belə olacaq. Biz bilirik ki, cəmi 40 tələbə var. Yəni mən bütün bu yazdıqlarımı toplasam əgər, nəyi nəzərdə tuturum? Bax bunları X, B, Y, C, A, Z və 5-i toplasam, cəmdə mənə 40 verməsi lazımdır. Elə onu yazaq. Deməli, X toplayaq. Yenə ardıcıllığı, deməli X, Y, Z yazalım öncə. X, Y üstəgəl Z. Deməli bunları yazdıq. Sonra A, B, C-ni yazaq. Üstəgəl A, üstəgəl B, üstəgəl C. Bunları da yazdıq. Üstəgəl 5 bərabərdir. Nəyə bərabər olması lazımdır? 40-a. İndi bu 5-i keçirək sağ tərəfə. Olacaq bərabərdir 35-ə. İndi bu əldə etdiyimiz tənlikdən baxın, X toplayaq, Y toplayaq, Z-i ifadə edək. Yəni X toplayaq, Y toplayaq, Z nəyə bərabərdir? 35, yəni sağ tərəfdə yazılan 35 çıxılsın. Bunlar mötərizədə yazaq. A toplayaq, B toplayaq, C. İndi bu əldə etdiyimiz tənlikdə, yəni X toplayaq, Y toplayaq, Z əldə etdik ki, bu ifadəyə bərabərdir. Götürüb bunu, baxın, birinci əldə etdiyimiz tənlikdə X toplayaq, Y toplayaq, Z-in yerinə qoyacağıq. Bildiniz də, yəni burada X toplayaq, Y toplayaq, Z-in yerinə, deməli, burada yazılan 35 çıxılsın, A üstəgəl B üstəgəl C yazmağımız lazımdır. Bunu burada yuxarıda yazacağım. Deməli, yazırıq. 35 çıxılsın, A üstəgəl B üstəgəl C, sonra üstəgəl 2 vurulsun mötərizədə A üstəgəl B üstəgəl C bərabərdir 45-ə. İndi 35-i, deməli 35, fikir verin, mənfi A üstəgəl B üstəgəl C. Gəlin, bax, bu A üstəgəl B üstəgəl C-ni işarələyək, yəni belə bir şey yazaq. Deyək ki, A toplayaq, B toplayaq C, misal üçün, nə olsun?
M-ə bərabər olsun misal üçün. O halda nə əldə edirik? 35 çıxılsın. Bunun yerinə nə yazırıq? M üstəgəl 2 vurulsun. Yenə A üstəgəl B üstəgəl C-nin yerinə yazacağıq. M bərabərdir 45-ə. O halda mənfi M üstəgəl 2M olur müsbət M. Yəni buradan əldə edirik. 35 üstəgəl M bərabərdir 45-ə. M bərabərdir 45 çıxılsın 35, yəni 10-a. Bu o deməkdir ki, A toplayaq, B toplayaq C nə oldu? 10 oldu. Deməli, A toplayaq, B toplayaq C nə idi? Biz baxaq, gəlin indi. Fikir verin. A toplayaq, B toplayaq C. Bunlar tam olaraq fikir verin. A nə idi? Riyaziyyat və kimya dərnəklərinə gedən tələbələrin sayı idi. Təkcə riyaziyyat və kimya dərnəyinə gedən, yəni 2 dərnəyə gedən. B nə idi? Təkcə riyaziyyat və fizika dərnəyinə gedən tələbələr sayıdır. C isə təkcə fizika və kimya dərnəyinə gedən tələbələrin sayıdır. Elə bizə nə soruşurdu? Deməli, Ramdeniz studenti yığıb monatiliyopas zusta dorc reşi. Yəni tam olaraq 2 dərnəkdə neçə tam olaraq 2 dərnəyə neçə tələbə gedir soruşurdu. Ona görə də biz elə onu tapdıq. A toplayaq, B toplayaq C 10-a bərabərdir. Deməli, doğru cavab A bəndidir. 36-cı sual. Çevrənin deməli xaricində P nöqtəsindən çevrənin xaricində olan P nöqtəsindən çevrəyə kəsən çəkilib və PT toxunanı çəkilib. Və bu PT toxunanının PT toxunanı çevrəyə T nöqtəsinə toxunur. Kəsən isə bu çevrəni A və B nöqtələrində kəsir. A nöqtəsi P və B nöqtələri arasında yerləşir. AB parçasının uzunluğunu tapın. Əgər PA 4 sm-dirsə, PT isə 8 sm olarsa. Deməli, bizim çevrəmiz var. Bu çevrənin xaricində olan bir nöqtə var, P nöqtəsi. P nöqtəsindən çevrəyə həm kəsən, həm də toxunan çəkilib. Yaxşı, deməli, deyək ki, bu nöqtədə toxunur, bu nöqtələrdə də kəsir. Toxunduğu nöqtə nə idi? T nöqtəsidir. Kəsdiyi nöqtələr də A və B nöqtəsidir. A və B nöqtəsidir. Məlumdur ki, PA 4 sm-dir. PA, yəni bura 4 sm-dir. PT isə 8 sm. Bizdən nə soruşur? AB parçasının uzunluğunu, yəni bu hissəni soruşur. AB parçasının uzunluğunu tapmaq üçün belə bir qaydadan istifadə edəcəyik. PT, deməli, PT parçasının kvadratı, uzunluğu kvadratı, yəni toxunanın kvadratı bərabərdir. PB vurulsun PA-ya, yəni bu parçanın uzunluğu vurulsun PA parçasının uzunluğuna, vurulsun PA-ya. İndi PT-nin uzunluğu biz bilirik ki, 8 sm-dir. Yazaq, 8-in kvadratı bərabərdir. PB nədir? PB-nin uzunluğu 4 sm üstəgəl AB-dir. Mötərizədə yazırıq 4 üstəgəl AB. Vurulsun PA-nın yerinə də biz bilirik ki, PA 4 sm bərabərdir. Yazırıq 4. 8-in kvadratı 64 bərabərdir. Mötərizəni açaq. Ya da açmaya da bilərik. Hələ ki, yazaq. Sadəcə demək deyəcəm, nətər yazmağımız lazımdır. Vurulsun 4. İndi deyək ki, ifadə ilə, yəni 4 toplayaq AB nəyə bərabərdir? 4 toplayaq AB bərabərdir 64 bölünsün 4-ə. 64 4-ə böləndə 16 edir. Deməli, o halda AB bərabərdir 16 çıxılsın 4, yəni 12 sm. Doğru cavab D bəndi 12-dir.